Hər vaxtınız xeyir. Bu gün sizinlə kətə hazırlayırıq. Çoxlarınız əlbəttə bunu bacarır, bəziləriniz isə sual verir. Xanım, kətə niyə pişirmirsiniz ki? Yaxşı, pişirək də nə deyirəm ki, sözün düzü, kətə ilə aram yoxdur. Bizə lazım olacaq 2 yumurta, 300 qram yağ, qabartma tozu, vanilin, duz, xama və ya qatıq və 3 stəkan un. Vəssalam. Yox, 3 stəkan xəmirə gedir, 1 stəkan da gedir içinliyinə, 4 stəkan. Yəni ki, nə lazımdırsa videonun altında yazacağım. Gəlin başlayaq işləməyə. Yağı soyuducudan götürdüm və görürsünüz belə pendir kəsən bıçaqlar var. Onunla kəsirəm. Mənə belə rahatdır. Siz necə istəsəniz istifadə edə bilərsiniz. İstəyirsiniz bıçaqla, istəyirsiniz rəndə ilə, neynəsə rəndəliyin. Ona batırırsınız və rəndəliyirsiniz və ya ona batırırsınız, doğrayırsınız, istəyirsiniz balta ilə döyürsünüz, necə istəsəniz. Mən isə belə eləyirəm, çünki videonun əvvəlində dedim, kətə ilə heç aram yoxdur. Yenə o, biraz xəmiri belə qat-qat olsa, yiyərəm də bəlkə bir tikə. Baxın, rəndələdim onu və əlimlə belə eləyirəm, içində görürsünüz, iri parçalar var. Yəni, yağın iri parçalarının olmasını istəyirəm. Ona görə onları o bıçaqla kəsdim. Rəndə ilə eləsəm, o xırda olacaqdı. Daha sonra bura bir yumurta əlavə eləyirəm. Yenə də yumurtanı, duzu, smitan və ya qatıqdır, indi nə qoysanız, hamısını bir qabın içində qarışdırmıram. Yox, ayrı-ayrı atıram bu xəmirin içinə. Və ayrı-ayrı elə bil ki, istəyirəm qarışsın una. Onda müxtəlif növ xəmirlər alınır bu kasanın içində. Unun bir hissəsi yumurtanın ağı ilə qarışır, bir hissəsi sarısı ilə qarışır, bir hissəsi qatıqla qarışır, yağla artıq qarışanı var, yağın parçaları içində ayrı-ayrı qalır. Yəni, burada belə çox maraqlı bir xəmir alınır və doğrudan da ləzzətli bir xəmir alınır. Adi kətələrin içində olduğu kimi deyil. Və yumurladım, belə bir xəmir elədim. Çox yoğurmadım onu. İndi kəsib göstərəcəyim sizə onun içi necədir. Əlimizə yapışmır xəmir. Amma ki, fikir verin, içi necədir. Onun içində bir 4-5 növ xəmir görə bilərsiniz. Üstəlik parça-parça yağ da görə bilərsiniz. Bu yayılanda o qatlar bir-birinin üstünə elə bil ki, yayılır və cürəbəcür xəmirlərdən təşkil olunan bir, necə deyim sizə, xəmir alınır. Daha sonra da onun içinə hələ biz içlik də əlavə eləyirik. Bunları paketə qoyuram və yerləşdirirəm buzluğa. Haradasa bir 15-20 dəqiqə. O qədər vaxt gedəcək ki, nə qədər mən onun içliyini hazırlayacağım. İçliyə də 150 qram yağ, 1 stəkan un və 1 stəkan şəkər tozu qoyuram. Bir başqa da vanil qoyacağım. Baxanlar, bacaranlar indi deyəcək ki, o yağı nöşəl elədi. Bilirsiniz, mən yağı bir balaca mikrodalğa sobada əritdim. Daha sonra içinə ununu və şəkər tozunu əlavə elədim. Unu qovurmuram. Bəziləri unu yağla qovurur, bəziləri unu elə belə qovurur, bəziləri ərinmiş yağa tökür. İndi hərənin öz, necə deyirlər, bildiyi var. Mən isə bunu belə eləyirəm ki, içliyi xəmirin üstünə yayanda və onu doğrayanda onun içindən tökülməsin. Xoşlamıram onu. İndi xəmirimin birini götürürəm, yayıram. İçliyim hazır oldu, qoydum qırağa. Yəni, o belə qum kimi deyil. İndi üstünə səpişdirəndə görəcəksiniz. Və xəmiri yayacağım. Biraz acıq altına un qoyuram. Silikon lövhəmin üstünə qoydum. Ona görə ki, bu xəmiri mən masada, yataqdan üstündə yaysam, o yapışacaq. Mən əziyyət verməsin deyənə görürsünüz, buzluqda bərkiyib. Onu belə bərkitməyimin səbəbi də o idi ki, o laylar bir-birinə qarışmasın. İndi mən yayanda, orada görürsünüz, yağ bərk olacaq. Yəni, slayonlu bir şey alınacaq da, qat-qat xəmirə oxşar bir xəmir alınacaq. Besoçlu xəmir xoşlamıram. Bu mənim elə bil ki, bir xəstəliyimdir. Baxmayaraq ki, mən
Tez-tez peçenyelər hazırlayıram, o başqa. Pesoçni xəmir deyəndə elə belə ətim ürpəşir. Amma qat-qat xəmir deyəndə ürəyim açılır. İndi içliyi götürərik və bunun içinə səpişdirəcəyik. Daha doğrusu məndə səpişdirmə yox, belə yayışdırmaq olacaq. Çünki gördüyünüz kimi o belə çox oxalanan bir şey deyil. Səpişdirdim, gördünüz xəmiri necə qatlayıram. Səliqə ilə, yavaş-yavaş. Əlbəttə siz bunu silikon lövhə ilə eləmirsinizsə, elə belə əlinizlə də götürüb qatlaya bilərsiniz. Fikir verin ki, xəmiriniz çox qalın olmasın. Xəmirdə bir azacıq qabartma tozu var. O elə bir ki, hələ pişəndə də qalxacaq. Beləcə qatladım. Qırağını indi bir balaca çimdikləyəcəm belə ki, yapışsın bir-birinə. Hərçənd oradan o içlik heç vaxt tökülməz. Ola bilər, məsələn, bir azacıq da belə açılsa əgər dağılar. Belə çimdiklədim və adətən necə kəsirlər? Götürürlər, belə dilik-dilik bıçaq, ondan belə kəsirlər. Vəssalam. Mən isə sizə biraz bugün başqa bir şey göstərəcəyim. Amerika kəşf eləmirəm, yox. Belə də indi ağlımdan belə bir şey keçdi. Kətəni xoşlamıram axı dedim sizə. Baxın, bıçaqla götürüb kəssəniz belə olacaq. Çox dərin dili-dili bıçağım da yoxdur, sözün düzünü deyim sizə. Belə dalğası çox incədir. Hər halda bir neçə dənə belə kəsərəm. Qalanın isə baxın, bu cürə kəsirəm. Buta şəklində. Bəli. İstədim ki, bu kətədə bizim butamızın bəzəyi olsun, belə deyək də. Buta bəzəkli olsun. Həm qeyri-adi bir görünüşü olacaq, həm bişəndə hər tərəfindən bişir. Kətədə xoşlamadığım nədir? Ən çox da o yumru kətələrdə içində içlik belə yapışır, qalır. Xəmiri çox vaxt onu maya elə eləyirlər, yəqin elə də olmalıdır. Yeyirsən sonra bəzi insanlar çox eşitmişəm, deyir ki, mədəmi turşudur. Çünki bunun içində yağ çoxdur. Açıqda da olmayanda o yağla şirə. Elə bil ki, bir-birinə yapışır, qızarmır. Qızaranda bişir, içəridə qalanda isə ancaq pörtlənir. Mənə elə gəlir, bəlkə mən düz demirəm. Amma bu şəkildə, indi bişərəndən sonra görəcəksiniz, çox da görmüşsünüz əlbəttə ki, həm dükanlarda, həm özünüz bişirmişsiniz. Şəkərlə yağ, un bişir və onu qıraqlardan necə çıxdığını da görürsünüz. Düz demirəmsə yazın ki, düz demirsiniz. Bunun tamı tamam başqa, onun tamı tamam başqa alınır. Ona görə nəvəm mənə deyəndə ki, nənə, düz deyirlər də, kətə pişirməmsən, pişir də, nə olar? Dedim, yaxşı bala, pişirərəm, amma sən yeyəcəksən. Pişirəndən sonra isə, indi görəcəksiniz, mən çayda onun tamına baxıram. İstədim, onu necə xırtıldayır, onu da səsini qoyum. Sonra dedim ki, deyərlər ki, ora baxı yeyir, xırtılsını da bizə qoyur, şişliyir burada. Yəni, tamam başqa bir şey alınır, həqiqətən də çox ləzzətli alınır. Sabah bu xırtıldamayacaq, amma bugün isti-isti, sobadan çıxanda xırt-xırt eləyir belə ləzzətlə, basırsan da üstünə, xırçıltısını eşidirsən. Hər halda o qıraqlar ki, mən yığdım, bax, o qıraqlar çıxır da oradan, onlar tullanmır. Baxın, indi bunların hamısını yığıram listimin üstünə və üstünə yumurtanın sarısını çəkirəm. Ağını yox, təkcə sarısını. Sarısını çəkirəm. Daha sonra buna kətəyə xas olan naxışı vurmaq istəyirəm. O da ki, çəngəli götürürük və 2 dənə cızıq çəkirik bundan. Bir o yana, bir bu yana. Bu da oldu. Kətənin bəzəyi. Mənə elə gəlir ki, mənim aləmimdə kətəni desəz ki, necə tanıyarsan, deyərəm onun üstündən çəkilən o cızıqlarla. Tamına baxmamışım. Qoyaq sobaya.
Deməli, qızarana qədər pişiririk. 180 dərəcə sobaya qoyuram və qızarana qədər pişirirəm. İstəyirəm belə yaxşıca qızarsın. O da şükür Allaha yaxşı qızardı. Baxın, altı da qızarıb, üstü də qızarıb və fikir versəniz, onun aralarından o dediyim necə həm xəmir, həm un, həm şəkər, həm yağ bir-birinə qaynaşıb və oradan belə bişib çıxıb. Mənə də ləzzət verən odur. İnandıram sizi. Elə olmasa bunun birini də ağzıma qoymaram. Mənə elə gəlir ki, o un orada çiğdir. Amma qızardıb eləyəndə də elə bir halva iyi gələcək ondan. O da xoşuma gəlmir. Yığdım bir dənə qaba və gətirdim sizin hüzurunuza. Baxın. Altda adi formada belə kəsdim, zolaq-zolaq. Üstdəkilər isə ona nisbətən biraz kiçikdir. Yəni, balaca tikə yemək istəyən onu götürər, böyük yemək istəyən isə altdakilardan götürər. Qıraqlarından çıxan o xəmiri də, o içliyi də görürsünüz ki, necə belə elə bil qaynayıb çıxıb oradan. Arxada gördüyünüz balaca boşqabdakı isə qıraqlarıdır. Mən onları üst-üstə qoydum. Yenə rulet kimi elədim və kəsdim. Və indi onunla bir yerdə bir stəkan çay içəcəyim. Çünki mən onun tamına indi baxmalıyam. Görürsünüz, aralardan necə çıxır içlik. Və o istidə 180 dərəcə əlbəttə o pişəcək. Yox, hər tərəfdən bağlı olanda və içində o xəmirin özünün buxarı olur da içəridə. O onu bişirəndə o xoşuma gəlmir. Bu isə qıraqlardan çıxandı. Həmin bu qatlardan orada yoxdur. Amma ki, biraz səliqəsiz halda göründüyü üçün onu indi mən, nəvəm oturub çayla içəcəyik. Bu isə qalacaq axşam. Kimsə gəlsə onun qabağına qoyaram. Baxın belə. Məsləhətdir, bişirin, yeyin, tez hazırlanır. Siz mənim deməyimə baxmayın ki, mənim xoşum gəlmir. Hərənin öz zevqi var. Əlbəttə, mən qoğalı çox xoşlayıram, nəinki bunu. Və ya şəkər buranı paxlavanı çox istəyirəm, nəinki bunu. Bir də ki, bunun bir başqa hekayəsi var. Onu danışsam burada çox narazı insanlar olacaq. Yəni, bizimkilərdən yox ha. Siz başa düşdünüz. Hələlik bu qədər. Sağ olun, sağlıqla qalın, bişirin, paylaşın və yenə mənə qonaq gəlin. Xudahafiz.